en faydalı məlumatlarını iş biləndə bölüşəcək. Həftə içi 5 gün saat 4-dən 5-ə dək Anar Salihoğlu və Aynur Əliyevanın təqdimatında. Sponsorlar Dilkeş Parfüm, Mr. Motors və Qüsursuz Nitq və Psixologiya Mərkəzi. Salam, hər vaxtın xeyir olsun. Əziz dinləyicilər, iş bilən verilişi efirdədir. Aynur, salam, bir daha salam. Sözümü bitirməmiş salam verirsən. Necəsən, nə var, nə yox? Çox sağ ol Ana, səni gördüm. Çox xoş oldu. Yəni bu bir saat ərzində səninlə ünsiyyət olmaq mənim üçün çox xoşdur. Xoşlayıram tərifi. Biraz da çox tərif etsən yaxşı olardı. Dünən bayramı necə keçirdin? Mükəmməl. Mükəmməl. Yemişik şəkər bura paklavadan. Allah qoysa hələ bunda davamı bir həftə gedəcək. Sonra indi başda yavaş-yavaş arıqlamağa. Biz görməsəydi olar. Təki sən ye, sənin bayramı təbrik edirəm və bu gün bizim çox dəyərli qonaqlarımız var. Amma qonaqlarımızı təqdim etməmişdən öncə Dilkeş Parfümdən bir hədiyyəmiz olacaq. Şərtləri buyur Aynur, de. Şərtlərimiz dinləyicilərimiz bizə diqqətlə qulaq assınlar. Çünki çox maraqlı mövzumuz və qonaqlarımız olacaq. Mövzumuzla bağlı göndərdiyiniz maraqlı sualları sonda biz seçəcəyik və Dilkeş Parfümdən hədiyyə verəcəyik. Və bu günləri məktəbdən danışacağıq. Bir xahişim var, onu deyim sonra. Və xahiş edirəm ki, əziz dinləyicilər, sual atarkən səsli formada 3 dəqiqə sual at. Biz yazıq onu dinləyə qədər. Bizim vaxtımız gedir, qonağımıza bax. Qısa, lakonik suallarınızı atın. Əlaqə nömrəmiz 055 211 03. Buyur Aynur, qonaqlarımızı təqdim elə, biz isə maraqlı bir mövzumuza başlayaq. Orada qalmışdım ki, bugün biz məktəbdən danışacağıq, amma hansı məktəbdən danışacağıq? Uşaqların yox, anaların məktəbindən danışacağıq. Çünki bu bir ilkdir, mənim üçün də çox maraqlı gəldi mövzu və bununla bağlı mütəxəssislərimiz bizim qonağımızda. Analar Məktəbi Mərkəzinin mütəxəssisləri Günlar Həsənova, Bakı Slavyan Universitetinin Pedaqogika və Psixologiya kafedrasının dosenti, psixologiya üzrə fəlsəfə doktoru Günar xanım, xoş gəlmisiniz və Xəyalə Novruzova, məktəbə qədər təhsil üzrə mütəxəssis. Xoş gəlmisiniz. Səfa gətirmisiniz. Sağ olun, təşəkkür ederim. Necəsiz? Sadəcə biz necəsiz sualı verdik? Biz yaxşıyıq. Sizin belə bir atmosferi gördük, yəni belə şən atmosfer bizə çox yaxşı emosiyalar bəxş elədi. Mən ümid eləyirəm ki, yayının gedişatında hər şey çox gözəl və maraqlı olacaq. İnşallah. Elə ilk sualım sizdən başlayaq Xəyalə xanım. Nədir Analar Məktəbi? Analar Məktəbi yeni yaradılmış bir mərkəzdir və mən deyərdim ki, ilk yaradılanlardan biridir. Analar Məktəbinin məqsədi nədir? Bu bir məqsədimiz maarifləndirmə xarakteri daşıyır. Anaların maarifləndirilməsi. Nəticə etibarilə bundan yararlanan bizim övladlarımız olacaq. Amma biz anaları maarifləndirməklə biz bu prosesi həyata keçirəcəyik. Bizim Analar Məktəbi çox istiqamətlidir deyərdim. Burada biz valideynlərin maliyyə savadlılığı, valideynlərin deməli uşaqlara psixoloji dəstək, məktəbə qədər dövrdə uşaqların təhsili ilə bağlı dəstəklənməsi, valideynlik bacarıqlarının aşılanması, rəqəmsal bacarıqların inkişafı və uşaq inkişafının dəstəklənməsi problemləri üzrə, istiqamətləri üzrə iş aparırıq və mən deyərdim ki, Analar Məktəbi bu yaxınlarda da maarifləndirici təlimlərə start verdi. Bu təlimlər arasında psixoloji, hüquqi, məktəbə qədər təhsil sahəsində bir çox təlimlər öz yerini tapmışdır. Təlimləri təşkil edərkən valideyn istəkləri nəzərə alınmışdır. Valideynin istəkləri deyən zaman, yəni valideynlər özləri məsələn uşaqları ilə yaşadıkları problemləri nəzərə götürürsüz də yəqin ki. Günara xanım, sualım sizədir ki, yəni bu indiki dövrdə, indiki zamanədə uşaqlarımız daha belə aqressiv, ərköyün, ipə sapa yatmayan da belə loru dildə desək. Yəni bu baxımdan valideynlər yəni nə etməlidir? İlk başdan elə Analar Məktəbinə müraciət etməlidir, yoxsa hansı nəticəyə çatanda artıq müraciət olunmalıdır Analar Məktəbinə? Çox maraqlı sualdır və bugünkü gündə doğrudan da biz tez-tez belə bir məqamlarla rastlaşırıq. Uşaqda aqressiya, uşaqda qorxu, uşaqda həyəcan, məktəbdə bullying problemi ilə tez-tez rastlaşırıq və valideynlər sual verirlər ki, nə edək? Nə edək ki, bizim uşaqlarımızda ciddi problemlər yaranmasın, oxusunlar, heç kimlə davaya girməsinlər və sözsüz ki, Analar Məktəbində biz həmin valideynlərə dəstək olmaq üçün maarifləndirici seminarlar təşkil edirik.
edirik. Və yeri gəlmişkən 2 ay ərzində biz tam ödənişsiz seminarlar təşkil edirik. Valideynlərə dəstək olmaq üçün onların suallarına cavab veririk və onu da qeyd edim ki, nəticələrimiz də çox gözəldir. Çünki valideyn bizə müraciət edərkən birinci sualı nədir? Mən nə edim ki, uşaq məni başa düşsün, uşaq əsəb gərginliyi keçirtməsin. Və burada biz həm psixoloji, həm pedaqoji biliklərdən istifadə edərkən həmin valideynlərə dəstək olmaq üçün xüsusi proqramlar, metodik tövsiyələr veririk ki, uşağın tərbiyəsində hansı üslublardan biz istifadə etməliyik. Nə edək ki, uşağın aqressiyası azalsın. Günara xanım, nə deyəcəkdim? Siz çıxış edərsiniz, amma mən fikrim getdi nəyə? Çünki biz Azərbaycan mentaliteti deyən bir şey vardır. Biz valideynlər hər zaman tələb edirik ki, uşaq bizə tabe olmalıdır. Yəni uşağın bizə etiraz eləməyə haqqı yoxdur. Yəni əminəm ki, sizə müraciət edən valideynlərin çoxu da deyirlər ki, mən nə edim ki, uşaq mənim sözümdən çıxmasın. Yəni bu düzgündür, belə hər iki mütəxəssisimizə sual verirəm. Yəni uşaq heç nə demə etiraz etməməlidir. Yəni bu balansı necə saxlamalıdır valideyn? Uşaq həm haqqını da tələb edə bilsin, amma həm də valideynin istədiyi kimi bir övlad olsun. Əslində çətin bir prosesdir. Bəli, sizinlə razıyam, amma burada nəyə diqqət yetirməliyik? Ailədə ümumi vəziyyət necədir? Ana ilə ata arasında münaqişəli vəziyyət var ya yox? Ailə tamdır ya da natamam ailədir? Fərdi xüsusiyyətləri nəzərə alaraq uşağın temperamentinə diqqət yetirməliyik, xarakterin xüsusiyyətlərinə fikir verməliyik. Hətta uşaqda tutaq ki, bir övlad böyüyür ya 2, 3, bax ona da biz diqqət yetirməliyik. Çünki ailədə tək uşaq böyüyürsə, biz istər-istəməz fikir veririk ki, çox erkən özünə aparır. Ola bilsin ki, ailə tutaq ki, 10 il bundan qabaq qurulub, amma indi uşaq dünyaya gəlir və burada da ciddi problemlərlə rastlaşırıq. Valideyn uşağa kifayət qədər qayğı, diqqət göstərir, amma sonra fəsadları da olur. Niyə üçün? Çünki artıq uşaq düşünür ki, mən nə istəsəm, valideyn mənim üçün alacaq, edəcəyi və s. Amma dediyim kimi, biz həm tərbiyə üslubuna diqqət yetirməliyik, həddən artıq şiddət göstərməməliyik və uşaqla ən birinci mən deyərdim ki, uşağı dinləməyə bacarmalıyıq. Və yeri gəlmişkən bullying layihədə iştirak edəndə biz video çarxlara da diqqət yetirmişdik və Təhsil Nazirliyinin belə bir video çarxı var. Mənimlə danış. Bax, bugünkü gündə bu çox aktual mövzudur. Çünki biz uşaqlarla danışa bilmirik. Valideynlər, biz bilirik ki, valideyn işə gedir, çox yorğun gəlir evə və s. və heç fikir də vermir ki, uşaq məktəbdən qaydanda əhvalı dəyişir, çox gərgindir. Ola bilsin ki, uşaq ümumiyyətlə o elə bir qapalı vəziyyətə düşür ki, valideynin suallarına da cavab vermir. Ona görə biz hər zaman diqqətli olmalıyıq və sözsüz ki, həm övladımıza diqqət yetirməliyik, həm ona suallar verməliyik və onunla danışmalıyıq. Çünki bir müddət keçəndən sonra artıq gec olacaq. Xəyala xanım, məktəbəqədər təhsil mütəxəssisi olaraq, yəni valideynlər doğrudan uşaqları ilə danışa bilmirlər və müasir uşaqların ümumiyyətlə problemi nədir? Və niyə bizim sözümüzdən çıxır? Mən deyərdim ki, müasir uşaqlarımızın problemləri çoxdur. Biz onları hətta qruplaşdıra bilərik, amma mən sizin bayaq ünvanladığınız suala bir balaca, qısaca cavab verib daha sonra problemlər mövzusuna keçmək istəyirəm. Siz dediniz ki, valideyn uşağın sözünü dinləməlidirmi? Əgər bu dinləmə prosesi yoxdursa və onun istəkləri qarşılanmırsa, uşaqda qərar vermə prosesi dayanır. Axı biz uşağın seçimlərini də dinləməliyik. Hətta o seçimlər nəticə etibarilə bizə xidmət edirsə, yəni biz istəsək ki, o seçim bizə xidmət eləsin, yəni bizim istəyimizə uyğun olsun, amma uşağa seçim şansı tanımalıyıq. Nəticə etibarilə bizim dediyimiz olacaq, amma istər-istəməz uşağın da qərar vermə bacarığını öldürməyəcəyik biz. Son vaxtda belə bir trend yayılmışdı, dinlə, amma yargılama. Danışırsan, dinləyirsən, amma sən günahkar çıxartmır da. Yəni onu valideyn uşaq mütləq eləməlidir məncə, düzdür? Dinləsən, amma yargılamazsın. Yəni dinləməliyik, ona da seçim haqqı verməliyik. Əks halda 11-ci sinifə qədər gəlib çatan
uşaqlar özləri qərar verməkdə çox çətinlik çəkirlər. Hətta seçim etməkdə, peşə seçimində belə qərarsızdırlar. Və sonra o ailə başçısı olur. Və biz də onu düşünürük ki, və bu yaşa çatıb hələ də bu proses tamamlanmayıb. Səbəblərini hardasa başqa yerdə, məktəbdə axtarırıq, amma əslində evdən bunun kökü, problemin kökü evdən gəlir. Yəni hər şeylə əhatə olunub, amma Çox mühafizəkardır valideyn. hər şeylə əhatə olunub, amma nəsə bir şey yoxdur, sanki bir şey çatmır. Bəlkə də hədsiz arzuların yerinə yetirilməsindən də qaynaqlanan bu şey var ki, uşağın artıq qərar vermə, arzulama bir hissiyatı olmur. Yəni bunların ciddi əsasları var deyərdim, amma müasir uşaqlarımızın problemləri çoxdur. Biz bilirik ki, bizi əhatə eləyir zəngin bir texnologiya, amma bu texnologiyadan asılı vəziyyətə düşmə bizim uşaqlarımızın bugün çox ciddi problemləridir. Bu haqda hamı danışır, amma heç kim bunun qarşısını almaq istəmir. Biz bunun yaxşı tərəfini görürük, amma məhdudiyyəti bilmirik. Nə qədər məhdudlaşdırmaq olar? Ümumiyyətlə uşaq artıq məhdud nəyin harda məhdudlaşdığını hiss etmir. Çünki biz onun çərçivəsini göstərmirik ki, bu limitli bir şeydir. Bundan istifadə daimi deyil. Yəni bunun izah olunması, valideynin özünün bunu dərk etməsi və yaxud bir işi görərkən ki, texnologiyadan istifadə edirlər, hər telefonu uşağın əlinə verib, yəni öz işlərinin dalınca gedirlər və bu onlara asan görünür, amma bunun sonraki fəsadlarının qarşısını almaq olmur. Təhsil problemləri var uşaqlarımızın. Təhsil almaqla problemimiz yoxdur. Şükür Allaha, kurslarımız var, əyləncə üçün lazımı qədər şəraitimiz var. İstənilən dil kursu ola bilər. Yəni lazımı qədər şəraitimiz var. Amma burada bir rəqabət prosesi var ki, valideynlər istəyirlər ki, uşaqları daim kimlərdənsə üstün olsun. Bu rəqabət prosesində uşaqlar yıpranırlar istər-istəməz. Yəni onu istəmək, bunu istəmək, dil öyrənmək istəmək, hər hansı bir rəqsə getmək. Yəni bu kompleks bir şəkildə valideyn istəyinin baskısı altında qalırlar. İstər-istəməz də bu da uşaqda bir problemə çevrilir. Təhsil onun gözündə problem kimi görünür. Çünki ata arzuladığı həyatını, özü yaşaya bilmədiyi, arzuladığı təhsildə istəyir, uşağında görmək istədiyinə görə baskı həddindən artıq çox yüksək olur. Uşaq da qalır iki daşın arasında. Texnologiya bir tərəfdən zehni gücləndirirsə, digər tərəfdən fiziki aktivliyi azaldır. Hal-hazırda uşaqlarımızın ən çox böyük problemlərindən biri onurğa sütunu, ayaq problemləri, valqusun əmələ gəlməsi, bu hərəkətsizliyin hamısı nişanəsidir ki, sonradan da valideynlər məcbur olurlar, uşaqları müxtəlif reabilitasiya mərkəzlərinə aparırlar və orada bunun üzərindən müalicə alırlar uşaqlar. Yəni bu da ən ciddi problemlərdən biridir hal-hazırda. Bir də uşaqlarımız hal-hazırda deyirləri stres, gərginlik, çox xırda şeydən uşaq stres keçirdir, aqressivlik hiss edir. Kiçik, hətta biz onu fikirləşirik ki, niyə görə birdən-birə bu uşaq özündən çıxdı? Biz onun səbəbini də axtara bilmirik. Bu daxili gərginlik və stresin olması da hal-hazır ki, uşaqlarımızın problemlərindən biridir. Deməli, Anar, mən hal-hazırda indi inşallah ki, sən də valideyn olanda, sən də atalar kimi fikir bildirərsən. İndi mən anaları burada təmsil edirəm. Bugün biz analardan danışırıq, anaları maarifləndirir. Ona görə həm də ataları, təkcə anaları, elə nənələri, babaları da. Çünki çox vaxt gənc ailələr böyüklərin yanında qalanda onların da baskıları olur bu gənc valideynlərə və o gənc valideynlər də böyüklərin baskısını öz övladlarına keçirir. Ona görə hər kəsi maarifləndirir və mən sizin telefon nömrələrinizi demək istəyirəm. Əziz valideynlər, atalar, analar, ola bilər böyük bacılar, qardaşlar, hər hansı bir problem yaşayırsınızsa, övladınızın tərbiyəsində qarşıdan imtahanlar gəlir. Uşaqlarınızla, yeniyetmələrlə davranışda hansısa bir çətinlik çəkirsinizsə, çox mükəmməl bir məktəb açılıb ki, inşallah ki, mən də o məktəbə gedəcəm 100%. Artıq mütəxəssislərimizin danışığına o qərara gəldim. 010-364-91-73 nömrəsinə zəng edirsiniz, yazılırsınız bu məktəbə və burada uşaqlarınızla bağlı bütün problemlərə, necə onlarla davranış lazımdır, suallara cavab tapacaqsınız. Və reklama ayrılacaq. Reklama hələ var, bizim 2 dəqiqəmiz var, amma bir şey də qeyd eləyək ki, bugün bizim sponsorumuz Dirkeş Parfümdən bir hədiyəmiz olacaq. Ona görə qonaqlarımıza gözəl suallar verirsiniz. Mütləq şəkildə. Siz də həm maariflənin, həm də bizdən gözəl bir hədiyyə qazanın. Aynur, icazə versən, mən də 1-2-dən sual verim. İcazə sənindir, canım. Biz bayaqdan anaları maarifləndirik, amma mən düşünürəm uşaqların tərbiyəsini nə qədər çox analar məşğul olsa da, amma atanın sözü kəsəridir. Xüsusilə oğlan uşaqlarının tərbiyəsində. Atədə sərf eləməni deyir ki, anam verir tərbiyə.
ananın üzərinə düşür. Həmişə bu belə olur, müzakirələr olur. Bir gələcəyin atası kimi mən övladımın tərbiyəsində, yəni nələri etməliyəm və valideynlər, xüsusi atalar hansı səhvləri buraxırlar? Çünki bəzən atalar görmüşəm çox ciddi danışırlar övladlarından. Yox, mən bu cür danışmalıyam, gələcək o ciddi bir şəkildə tərbiyə alsın, məndən qorxsun. Və yaxud da analar hər zaman kimlə qorxudur? Ya baba ilə qorxudurlar, ən çox da ata ilə qorxudular ki, ata gələcək, dərsimi yaxşı oxum, bunu eləməsə ataya yığacam. Yəni ata bir tərəfdən həmişə bir fobiya kimi olub uşaqlar, qorxulu bir röyası olub. Ona görə istəyirəm ki, bu tərbiyə metodunda mən düşünürəm ki, analar hər zaman bu ataları önə atmaqları düzgün deyil. İndi siz mütəxəssis daha yaxşı bilirsiniz, bu hissi mən yaşamamışam, elə bilmirəm. Ona görə istəyirəm ki, bir məsləhət verərdiniz bizə. Mən ümumiyyətlə demək istəyirəm ki, hal-hazır ki, müasir atanın uşağın təhsilində, tərbiyəsində yeri haqqında danışmaq istəyirəm. Sizin yanaşmanızla danışsaq, bu əvvəllər belə idi ki, hər şeylə analar maraqlanırdılar. Hal-hazırda bizim məktəbəqədər təhsil müəssisələrinin hər hansı birində olsanız, görərsiniz ki, atalar necə münasibət göstərirlərsə, hər səhər gətirərkən, əgər uşaq istəyirsə ki, atası onu gətirsin müəssisəyə, onu etiraz etmir ki, qızım apararam, əgər istəyirsənsə, mən deyərdim ki, atalar daha çox yanaşmağa başlayıblar bu məsələlər, daha ciddi yanaşmağa başlayıblar. Artıq bizdə belə bir proses gedir ki, atalarla analar məsuliyyəti bərabər bölüşməyə hazırdılar. Yəni müasir dövrün atalarının yəni bu prosesdəki iştirakı bizə bunu göstərir. Hətta mən deyərdim ki, açıq qapı günlərində ataların gəlib iştirak eləməsi, yəni buna sübutdur ki, valideyn çox yaxından tanış olmaq istəyir uşağın təhsili ilə, tərbiyəsi ilə və s. Amma deyərdim ki, burada bir problem, nə zaman ciddi problem baş verir tərbiyədə. Həmişə nə olursa olsun, ailədə ata-anadan başqa, nənə-baba da varsa da, yəni ki, uşaqların tərbiyəsi ilə məşğul olacaq. Bir ailədə dil birliyi, əl birliyi olmayanda tərbiyədə, fikir ayrılığı olanda nə qədər mədəni, nə qədər tərbiyəvi, nə qədər əxlaqlı, hər baxımdan səviyyəli bir ailə olsa da, burada ciddi problemlər baş verir. Əgər atanın dediyini ana demirsə, yəni onlar birlikdə qərar verə bilmirlərsə, bu fikir ayrılıqdan uşaqlar təbii ki, manipulyasiya eləyəcəklər, istifadə edəcəklər, mütləq mənada. Ata mənə şokolad alacaq da, onsuz sən verməsən də alacaq. Yəni bu məsələlərdə, məsələn, fikir ayrılığına və ciddi problemlərə səbəb olur bəzən. Yəni biri istəyi yerinə yetirən tərəf olur, sanki biri istəyi yerinə yetirməyən tərəf olur. Amma mən istəyərdim ki, gənc valideynlər, elə hal-hazırda bizi dinləyən atalar, analar bu birlikdə qərar vermə və uşaqların yanında mümkün qədər hər bir şeyi müzakirə etməmək. Yəni bir strategiyanı seçərkən belə uşaq onu hiss eləməməlidir. Uşaq sevgini hiss eləməlidir. Uşaq qayğını hiss eləməlidir. Uşaq necə deyim, hər şeydən başı çıxmış kimi olmamalıdır. Yəni bəzi şeylər var ki, sirli, sehirli olaraq həqiqətən də qalmalıdır. Onlar öz uşaqlıq dövrlərini bir uşaq olaraq keçirmələri üçün. Mən istəyərdim bizim psixoloqumuz da münasibət. Amma üzr istəyirəm, sualın davamını isə biz reklam fasiləsindən sonra daha da aydınlaşdırıb müzakirəli şəkildə alarıq sizə, amma bizim reklam vaxtımızda çox dərslər olsun. Reklam fasiləsindən ayrılırıq, reklamdan sonra da bir yerdə olacağıq. Reklam vaxtı. Qüsursuz nitq korreksiya mərkəzində uşaq və böyüklərə həm loqopedik, həm psixoloji, həm də fizioloji dəstək göstərilir. Mərkəzin rəhbəri defektoloq loqoped Esmira Qafarova bütün pasiyentləri fərdi proqramlarla nəzarətdə saxlayır. Autizm, cerebral iflic, Down sindromu, psixoloji və nitq inkişaf ləngiməsi və bu kimi bir çox diaqnozlarla mərkəzə müraciət edə bilərsiniz. Telefon 050 485 75 25. Avropanın tanınmış parfüm zavodlarının məhsulları Dilkeş parfümlə xidmətinizdədir. Dilkeş parfüm keyfiyyətli və sərfəli ətirlər təqdim etməklə yanaşı, şirkət olaraq sizə öz biznesini qurmaq fürsəti yaradır. Dilkeş parfümlə hər 4 parfüm alana bir parfüm hədiyyə kampaniyasını qaçırmayın. Əlaqə nömrəsi 070 628 37 87. Instagram Dilkeş Parfüm Official. Açıq gelsene, Abşeron'u gelsene, alışveriş etsene, torbamı doldursana. Novruz torbası endirimli məhsullarla dolacaq, fabrik qiymətləriyle herkes sevinəcək. Abşeron Ticarət Mərkəzi, evin üçün hər şey. Ünvan Hökmatan Dairəsinin yanı. Xəzər Radiosunda reklam vaxtı. Sualınız var?
Bəli, iş bilən verilişi davam edir əziz dinləyicilərimiz. Çox gözəl, dəyərli qonaqlarımız var. Biz davam edəcəyik, amma bir daha qeyd eləmək istəyirəm ki, bugün bizim Dirkeş parfümündən bir hədiyyəmiz olacaq, həm xanım, həm bəy üçün. Əlaqə nömrəmiz 055 211 03-dür və siz əgər biz şərtlərimizi qoy öncədən deyim, Aynur zəhmət olmasa Əla, təşəkkür edirəm sənə və onu qeyd edim ki, bizim şərtlərimiz nədir? Bizim qonaqlarımıza sual verin və ən maraqlı sual qonağımız özü seçəcək. Sonda biz qalib elan edəcəyik sizi. Dirkeş parfümünə hədiyyə qazanacaqsınız. İstəyirəm ki, Günayra xanım bayaq sual vermişdi, sizlə davam edək. Daha sonra yenə biz Xəyalə xanıma geri dönüş eləyərik. Müasir ata necə olmalıdır Günayra xanım? Müasir ata necə olmalıdır? Doğrudan da çox maraqlı sualdır və biz burada deyirik ki, analar məktəbi. Amma düşünürəm, analar məktəbində atalardır. Gəlib maarifləndirici seminarlarda iştirak etməlidir, suallarını verməlidirlər və analar məktəbində biz təkcə ana uşağa necə dəstək olmalıdır, necə tərbiyə etməlidir, atanın rolu nədir və ata uşağa, övlada nə verə bilər və burada biz düşünməliyik ki, ailədə tutaq ki, oğlan uşağı böyüyürsə, mütləq o evdə ata obrazı, atanın hətta ata hərdə biraz sərt hərəkət eləyirsə, o da olmalıdır. Niyə üçün? Çünki uşaq görməlidir ki, ata hardasa yumşaq davrananda, amma o sərt hərəkətləri də edəndə onun səbəbi var. Və siz bilirsiniz, yəni tez-tez biz ona diqqət yetiririk ki, keçmişdə valideynlər necə olub. Tutaq ki, ata evə içəri keçəndə uşaq yer axtarırdı girməyə, tək ki, ata onu görməsin və s. Demirəm ki, belə olmalıdır. Qətiyyən o bəzi ailələrdə o şiddət çoxdur. Hətta ata ananın qışqırır, əl qaldırır. Və bu mübahisələr uşaqların gözü qarşısında olmalı, onlar üçün də yaxşı deyil. Hətta mən onu da deyim ki, hansısa ciddi problemlər yaranıbsa ailədə, deməli, biz psixoloq olaraq düşünməliyik ki, ananın ya atanın öz ailəsində, uşaq vaxtında hansı travmatik hadisələr olub və ona görə o travmatik hadisələri, o problemləri həll etmədən o öz ailəsinə gətirir. Ona görə biz bu problemləri araşdırırıq və analar məktəbində biz analarla işləyəndə nəinki o problemləri araşdırırıq və onlara dəstək olmaq üçün yol göstəririk ki, öz ailəndə uşaqla sən necə danışmalısan, necə rəftar etməlisən, nə etməlisən ki, uşaq sənə cavab qaytarmasın, uşaq özünü tənha hiss etməsin və bugünkü gündə çox aktual mövzudur. Nə edim ki, uşaq məni başa düşsün və mən uşağımla dost kimi münasibət qurum. Mən qızımdan tutaq ki, rəfiqəyəm və uşaq hər zaman mənə diqqət yetirir. Ya da elə ailələr var ki, bizə müraciət edirlər ki, uşaq evdə oturmaq istəmir. Özündən böyük, tutaq ki, 5-ci sinifdə oxuyur, amma 11-ci sinifdə ya da 1-ci kursun tələbələri ilə harasa gedir və sual verəndə ki, niçün belə edirsən, deyir ki, mənə onlarla maraqlıdır və onlarla rahatdır, siz məni başa düşmürsünüz və s. Çox maraqlı bir sual var, ona görə söhbətimizi istəyirəm bura kəsim. Həqiqətən də maraqlı bir sual idi. Deməli, belə bir sual yazılıb bizim 2345 nömrə dinləyicimiz. Mən görmüşəm ki, valideynlər smartfonla az qal bütün günü keçirsinlər, amma uşağa deyir ki, sənə olmaz. Əgər bu pisdirsə, valideyn niyə bütün günü smartfonlarda istifadə edir? Xahiş yazarkən etik normalara diqqət edin. Uşağa şəxsi nümunə olmaq lazımdır, düzgün vurğuluyur. Çünki övlad nəyə görsə onu da götürür, mən belə düşünürəm. Kitab oxu deyirsənsə, özü nümunə olaraq mütaliə zamanın olmalıdır. Siz nə düşünürsünüz? Çox gözəl bir sualdır. Çox deməzdim sualdır. Sualı verib və münasibət də bildirib. Bəli. Yəni sualın cavabını da bildirib ki, yəni onlar dərk edirlər ki, bəli, mən uşağımda nəyi görmək istəyirəmsə, mən özüm nümunə olmalıyam. Çünki biz dedik, siz mənə sual verirsiniz ki, müasir ata necə olmalıdır? Əgər ata uşağında yaxşı keyfiyyətlər görmək istəyirsə, özü yaxşı keyfiyyətlər göstərməlidir. Anasına qarşı, öz həyat yoldaşına qarşı, məsələn,
məsələn bəzən mən deyirəm ki, öz qardaşıma da deyirəm. Deyirəm ki, xüsusi günlərdə öz həyat yoldaşınıza balaca da olsa bir hədiyyə alın. Çünki siz oğlan böyüdürsüz. Onlar da hədiyyə verməyi, xüsusi günləri qeyd etməyi sizdən öyrənirlər. Onun mahiyyəti böyük deyil. Amma xüsusi bir gündə nəsə balaca bir xoş, necə deyim, emosiya yaradacaq bir işdir. Və onlar sizdən görüb götürürlər. Siz onları qeyd etməsəz, bir uzun müddət sonra kimsə onlara deyəcək ki, siz heç belə şeylər görməmisiniz. Axı bu hər şey ailədən gəlir. Mən deyərdim ki, müasir ataların da ən deyərdim ki, yaxşı ata o atadır ki, həm övladını dinləyən, ona dəstək olan, amma bu dəstəyin də mən deyərdim ki, bir həddi hüdudu var. Həddindən artıq dəstək göstərmək, yəni ki, bəzən uşaqlar bunu səhv başa düşürlər. Atamı gedib gətirərəm, atama deyərəm. Yəni bu da deyərdim ki, bir ata nümunəsi kimi yaxşı deyil. Ata ona düzgün yolu göstərən adamdır. Mən sənin arxanda dururam deyərkən, onun arxasında başqa bir söz dayanmamalıdır ki, mən gedib kimisə öldürərəm. Mən sənin arxanda dayanmışam. Ola bilər ki, sən səhv hərəkət eləmisən. Biz bunu bir yerdə həll edəcəyik deməlidir. Smartfonlar deyərdim ki, ən vacib əşya kimi həyatımıza girib və çıxacağını da hal-hazırda görünmür ki, bu bizim həyatımızdan çıxa bilər. Amma bizim izləyicimiz də qeyd elədiyi kimi, biz özümüz nümunə deyiliksə, uşaqdan da onu gözləyə bilmərik. Bu mümkün deyil. Ya müəyyən fasilə ilə, fasiləli bir şəkildə icazə verəcəyik və özümüz də onunla birlikdə, yəni nəyə nəzarət edərəkdən istifadə edəcəyik, ya da yəni ki, başqa cür olmayacaq. O da gün ərzində telefondan istifadə edəcək bizimlə bərabər. Necə ki, biz istifadə edirik. Bir də kitab oxumaqla bağlı orada münasibət var idi. Mən həmişə deyirəm ki, öz tələbələrimə də deyirəm. Kitabı övladınızla, yəni övladı olan tələbələrimiz də var. Deyirəm ki, uşaqla birlikdə necə ki shopping edirsiniz, paltar mağazalarını gəzirsiniz, kitab mağazasına kitab almağa gedin. İndirim olanda kitab mağazasına gedin. Uşaq görsün ki, valideyn 1 manatı verib o kitabı alır. Əgər uşaq bunu görməsə, o heç vaxt əli gəlməyəcək ki, o kitaba pul versin və onun dəyərini anlamayacaq. Biz nəyi dəyərləndiririksə, uşağımız da onu dəyərləndirəcək. Mən istəyərdim ki, həmişə bu endirimlərlə haqqında danışarkən valideynlər söz arasında da desinlər ki, kitab mağazasında endirim var, gəlin ora gedək. Hər iki mütəxəssisinizə bir sual ünvanlamaq istəyirəm. Deyir, hər şeyin çoxu artıq ziyandır da. Analar da ki, daha çox uşaqlarını əzizləyirlər, daha çox istəyirlər. Yəni, bu həddindən artıq çox sevginin verməyi də hər hansı bir problemə gətirib çıxarda bilərmi ki, məsələn, o sevginin çoxluğu çox sevinç xanım belə başlayır. Bəli. Sözsüz ki, biz deyirik ki, atalar sözü var hətta. Analar, qadınlar zərifdir. Amma analar güclü. Ya da deyirlər ki, ana qəlbi kövrək olur. Uşaqlarda çox qəşəng manipulyasiya edirlər. Manipulyasiya nə deməkdir? Gizli idarə etmə. Hətta 3 yaşında uşaq oturub ağlayır ya da ayağını vurur yerə ki, məni filan şeyi almasa ya filan yerə aparmasan ağlayacağım, səninlə danışmayacağım, sən pissən. Və biz onun sözü ilə oturub durub həmin əşyanı alırıq ya harasa gəzintiyə aparırıq. Hətta o deməkdir ki, uşaq bizi manipulyasiya edir. Bu bir. İkincisi də bilirsiniz, biz deyəndə ki, ana doğrudan da ananın qəlbi yumşaqdır. Biz analar olaraq hər zaman düşünürük ki, nə edək ki, uşaq bizdən narazı qalmasın, uşağa sığal çəkirik və s. O olmalıdır. Amma bəzi ailələrdə uşaq onu düzgün başa düşmür və həmin vəziyyətdən istifadə edir. Ailədə ola bilsin ki, yalan peyda olunur, gizli qorxu və s. Amma analar məktəbində biz bu mövzuya toxunanda biz nəyə diqqət yetiririk? Nə edək ki, uşaq həm ananın sözünə qulaq assın, həm düşünsün ki, bəli, anam məni sevir, mənə sığal çəkirsə, ona görə yox ki, mən onu manipulyasiya edirəm, idarə edirəm. Amma ona görə ki, ana artıq düzgün yol göstərəcək və mənim gələcəyim üçün hər şey eləyir ki, mən gələcəkdə mükəmməl olum, mütəxəssis kimi formalaşım və həyatda öz rolumu və yerimi tanıyım.
Əziz dinləyicilər, əgər sizin də bizim mövzuya bağlı fikirləriniz varsa, bizim WhatsApp nömrəmiz 055 211 03-dür. Birbaşa əlaqə saxlamaq istəyirsinizsə, ulduz 8103 və sonda ən maraqlı sual verən dinləyicimizə Dilkeş parfümdən bir hədiyyə verəcək həm xanım, həm bəy üçün. Çox maraqlı bir diskussiya gedir əslində. Sadəcə olaraq mən niyə kənara qalmışam? Aynur özü anadır, məndən daha dərin bilir. Sadəcə olaraq mən gördüklərim və eşitdiklərimlə bağlı. Səni evlənəndən sonra görəcəm. Suallar, bəli, suallar verirəm sizə. Mənə maraqlı olan, biz bayaq siz dediniz, uşaqla tərbiyə ilə bağlı, yox sözü deməməklə bağlı, amma insan öz övladına mən düşünürəm ki, yox sözünü bəlkə də uşaqlıqdan öyrətməlidir. Yəni kiçik yaş, 4 yaşından, 5 yaşından. Çünki zaman keçdikcə mən özüm də görmüşəm, qardaşım uşağı yox sözü demək mümkün deyil. Məsələn, bizim gəlinlərimizə mən niyə yer göyə qədər razıyam? Onlar hər zaman uşaqlarına məsələn deməyiblər ki, olmaz. Deyiblər məsələn, bundansa bunu daha yaxşı eləyə bilərsən. Və yaxud siz telefona bağlı, telefona bağlı danışdınız. Daha doğrusu dinləyicimizə sual vermişdi onunla bağlı olaraq. Mən düşünürəm ki, əgər valideyn telefona məsələn qız uşağısa göstərsə ki, bu telefondan sən tam məsələn gəlinciyi necə düzəldilir ona baxa bilərsən və yaxud da necə salat hazırlayırlar, bu metodla getsə və yaxud da ki, oğlan uşaqdırsa, bax burada ingilis dilini öyrən, proqramları öyrənin. Telefonu biz deyirik ki, xüsusən bizim nənələrimiz, babalarımız uşaq telefonu oynamasın. Niyə? Bu telefonda da ziyanlı şeylər olduğu qədər də yaxşı tərəfləri də var. Biz yaxşı tərəflərini göstərmək və valideynə bir nümunə olmalıdır. Mən belə düşünürəm ki, valideyn bir nümunə olmalıdır övladına ki, bax bu telefondan sən gün ərzində bu qədər istifadə eləsən, dərsdən oxu, araşdır buradan, ingiliscə sözlər öyrən. Uşaq da artıq bu telefonu necə beyninə həkk eləyəcək? Bu telefon mənə yaxşı, nələr mənə ziyandır? Maşın sürməkdir, digər mənasız bir oyunlardır. Bu tərəfdən yönətim həm yox sözü ilə bağlı istəyirəm ki, biz nə zaman bu yox sözünü deməli və valideyn uşağa bu mənfi gördüyümüz şeyləri necə müsbət tərəfdən yönətməyi bacarmalıdır. Bir psixoloji olaraq dəstək olmalıdır. Yox sözü ilə bağlı münasibət bildirmək istəyirəm ki, ümumiyyətlə bugünkü övladımızın nəyi yoxdur? Arzu eləmə, bir şeyi arzulama hissi yoxdur. Bu nədən yaranıb ki, uşaqlarımız artıq arzulaya bilmirlər. Bu deməli onların istəklərinin dərhal həyata keçirilməsi ilə bağlı yaranan bir problemdir. Uşaq bir şey istəyir, onu ata almasa da dərhal nənə alır verir və yaxud bizim uşaqlığımızda necə idi? Biz bir şeyi arzulayarkən ən azından 1-2 gün onun haqqında fikirləşirdik, onun bir rəngini düşünürdük, fikirləşirdik ki, onu alacaqlar, gətirəcəklər, bir arzunun müddəti var idi. İndi o qədər o arzunun arzulama müddəti qısalıb ki, uşaqların, yəni hətta o əşya ona veriləndən sonra ona baxma müddəti belə qısalıb. Biz onu əzizləyərək saxladığımız ki, əşyalar var idi, uzun illər əzizləyib saxlayırdıq, çünki o bizim arzumuz idi, biz onu çox arzulamışdıq. İndi belə bir şey yoxdur. Uşaqların arzuları məhdudlaşıb, çünki onlar artıq yoxdur sözünü bilmirlər. Məhdudiyyət qoyulmayıb. Mən demirəm ki, kimsə uşaqlara sərt bir məhdudiyyət qoyulmalıdır. Siz də dediyiniz kimi, izahlı bir şəkildə gözlə, 3 gün sonra biz ora gedəcəyik, biz orada yaxın bir məsafədə olacaq, gedərik, baxarıq, seçərik. Uşaqlarda gözləmə, artıq səbir də yoxdur. Yəni bunun səbəbi ancaq bizlərdən asılıdır. Bir də ətraf aləmdə baş verən hadisələr o qədər rəngarəngdir və dəyişkəndir ki, bu bizdə və uşaqlarımızda və bizdə, böyüklərdə də. Siz fikir vermişsiniz, bəzi sosial şəbəkələrdə biz uzun müddətli videolara baxa bilmirik. Səbrimiz qalmayıb. Sanki biz onu barmağımızla çevirmək istəyirik, dərhal çevirmək istəyirik ki, sən çox uzun danışdın, ürəyimizə belə bir fikir gəlir. Ona görə də uşaqlar da bizim kimi, bizdə necə təzahür eləyirsə bu hisslər, onlarda da təzahür edir. Düşünürəm ki, balaca yaşından uşaqlar, yəni lap kiçik yaşından, məktəbə qədər dövrdən artıq uşaqlar nə harda məhdudiyyət olduğunu bilməlidirlər. Yəni gözləyib məktəb vaxtı gəlsin, çatsın, mən onu öyrədərəm. Məktəb vaxtında çox gec olacaq. Böyüdükdən yeniyetmə yaşında isə mümkün olmayacaq. Yəni bunun qarşısı alına bilməyəcək. Yəni orada yenidən tərbiyə söhbəti olsa da, özünü tərbiyə söhbəti olsa da mən deyərdim ki, çox gec olacaq.
Anar, sən istəyirsən bir nömrələrimizi təkrarla, sonra mənim mütəxəssislərə bir sualım olacaq. Buradan mən TikTokda canlı açmışam. Suallar var, sadəcə onları oxuya bilmirəm. Əsas hər zaman deyirəm ki, bizim şəxsi nömrəmizə yazılan sualları cavablandırmaq istəyirik. Ona görə sizin əgər sualınız varsa 055 211 03 bizim WhatsApp nömrəmizdir. Konturunuz olmaya bilər. Ona görə mən demirəm ki, oldu 8103 bizim daxili nömrəmiz, zəng eləyə bilərsiniz. Suallarımız gəlir. Bir daha nömrəmizi qeyd edin, 055 211 03-dür. Mütəxəssislərimizə gözəl dəyərli suallar verin. Həm maariflərin, həm kömək olsun sizə. Eyni zamanda da verilişimizin sonunda hər zamanki olduğu kimi sponsorumuz Dirkeş parfümdən bir parfüm qazanacaqsınız. Həm xanım, həm bəylər üçün. Əslində Aynur, gözəl bir dəqiqəlik səs yazımız var bizim. O zaman mən sualımı verim, sən hazırla səs yazını. Xayra xanım, bir sual ünvanlayacağım və Günara xanımdan da bu sualın cavabını alacağım. Valideynlər, anaların çoxu, yəni mənim ətrafımda da var bu cür analar ki, uşaqlarını həddindən artıq çox tələb edirlər ki, əziyyətlərini onların bir növ loru dilində başına vuraraq, mən sənə bu əziyyəti çəkmişəm, mən sənə bunu eləmişəm, mən sənə uşağı bir cür onun altına bir minnətçi kimi qoyurlar da. Və nəzərə alsaq ki, qarşıdan imtahanlar gəlir və bu uşaqların hazırlıq ərəfəsi var və bu daha çox anaların çoxu deyir ki, mən sənə əziyyət çəkmişəm, hazırlığa göndərirəmsə, bu etabı necə tənzimləməlidir valideyn, analar daha doğrusu. Yəni sizin məktəbə 100% ki, bu problemlə gələn valideynlər də var. Və nə məsləhət görərdiniz bu analara? Biz buna günahkarlıq duyğusu deyirik, uşaqlara günahkarlıq duyğusunun yüklənməsi. Bunu psixoloji aspektdən daha yaxşı izah edəcək Günara xanım, amma mən də fikrimi qısaca bildirim ki, bəli, pedaqoji baxımdan yanaşsaq, bu ümumiyyətlə başqası ilə müqayisə etmə və günahkarlıq duyğusu yükləmə. Bu bizdə hal-hazırda ən çox rast gəlinən proseslərdən biridir, problemlərdən biridir ki, yəni valideyn gah uşağına kimlərlənsə müqayisə edir. Çünki biz nə qədər özümüz düşünsək də ki, bu uşaqlara mənfi təsir göstərir. Mən özüm belə bir pedaqoq olaraqdan bəzən çaşaraq kiməsə deyirəm ki, gördün o necə elədi. Hətta bu elementar gördün o necə etdi sözü belə yəni ona, yəni o uşağı o dərəcədə pis təsir eləyə bilər. Biz bunları yavaş-yavaş necə ki illər uzun illərlə öyrənmişik, onu yavaş-yavaş aradan qaldırmalıyıq. Günahkarlıq duyğusu. Mən sənə görə bunu elədim və bu haqqda da özünüz bilirsiniz, xüsusilə Türk telekanallarında, sosial şəbəkələrdə ki, artıq bu haqqda lazımı qədər informasiya var və bu qədər müzakirələr aparılır ki, uşaq yəni borclu deyilik də, sən onu dünyaya gətirdin və yaxud sən onu sadəcə sevməlisən. Ona günahkarlıq duyğusu yükləmək ki, mən sənə görə belə elədim, sənə görə ailəni dağıtmadım və yaxud sənə görə bu ataya məcbur oldum. Xüsusilə bu sözləri deyirlər uşaqlara. Yəni mən düşünürəm ki, bunları artıq biz yavaş-yavaş aradan sıradan çıxartmalıyıq və bir cəmiyyət olaraq çıxartmalıyıq. Bir nəfərin işi deyil. Bu xüsusi yayılıb hamımızın arasında. Günara xanımın cavabını reklamdan sonra biz dinləyəcəyik. Buyurun Anar. Bəli, indi isə reklam vaxtıdır və qeyd edim ki, bir daha bizim bugün Dirkeş parfümdən bir hədiyyəmiz var. Ona görə siz qonaqlarımıza maraqlı bir suallar verməlisiniz və sonda bizim qonaqlar həmin sualları dəyərləndirəcəklər. 055 211 03 bizim WhatsApp nömrəmizdir. Xəzər radiosunda reklam vaxtı. Biznesinizi böyütmək vaxtıdır. Çünki Bank of Baku'da iş adamı və sahibkarlara 100.000 manatadək mikro biznes krediti var. 100.000 manatadək krediti girovsuz, zaminsiz, üstəlik 12 ayadək güzəştlə əldə edib hədəflərinizi reallaşdırın. Daha ətraflı 145. Bank of Baku. Avropanın tanınmış parfüm zavodlarının məhsulları Dilkeş parfümlə xidmətinizdədir. Dilkeş parfüm keyfiyyətli və sərfəli ətirlər təqdim etməklə yanaşı, şirkət olaraq sizə öz biznesini qurmaq fürsəti yaradır. Dilkeş parfümlə hər 4 parfüm alana bir parfüm hədiyyə kampaniyasını qaçırmayın. Əlaqə nömrəsi 070 628 37 87. Instagram Dilkeş parfüm official. O həm təmirdə, həm də alış-verişdə usta olduğuna görə səbəti dolu, qənaəti boldur. Abşeronla alış-veriş səbəti sevinç doludur. Abşeron Ticarət Mərkəzi. Xoşbəxtliyin üçün hər şey. Ünvan Lökbatan dairəsinin yanı. Bank of Baku'dan bahar krediti. İndi Bank of Baku'dan 50.000 manatadək nağd pul kreditini minimum 9.9 faiz ilə əldə edin. Bank of Baku. Xəzər radiosunda reklam vaxtı. Sualınız var?
Bəli, əziz dinləyicilər, iş bilən verişi davam edir. Qısa bir reklam fasiləsindən biz ayrıldıq və bir daha nömrələrimizi qeyd edim. 055 203 1103-dür. Xəzər FM-də iş bilən verişini dinləyirsiniz. Əgər Dirkeş parfümünə hədiyyə qazanmaq istəyirsinizsə, bizim dəyərli mütəxəssislərə öz gözəl suallarınızı verin. Həm maariflənin, həm də Dirkeş parfümünə verişin sonunda hədiyyə qazanın. Mən isə təşəkkürlərim var. Dirkeş parfüm demişkən, özümün də istifadə etdiyi, ətrinə doymadığım Dirkeş parfümlə bağlı bir məlumatı verim. Avropanın tanınmış parfüm zavodlarının məhsulları Dirkeş parfümlə xidmətinizdədir. Dirkeş parfüm sizə keyfiyyətli və sərfəli ətirlər təqdim etməklə yanaşı şirkət olaraq sizə öz biznesini qurmaq fürsəti yaradır. Dirkeş parfümünə hər 4 parfüm alana bir parfüm hədiyyə kampaniyasını qaçırmayın. 070 628 37 87 ətirlərlə bağlı, daha doğrusu çeşidlərlə bağlı Instagram səhifəsinə daxil olun. Dirkeş altdan xətt parfüm official yaza bilərsiniz. Növbəti isə bizim verilişimizin təşkilat dəstəyində xüsusi rolu olan Yevrol yağlarına təşəkkürümüzü bildirmək istəyirəm. 1977-ci ildə Hollandiyada istehsal olunan Yevrol yağları dünyanın 95 ölkəsində rəsmi distributor olaraq satışı həyata keçirilir. Yüksək keyfiyyət standartlarına cavab verən Yevrol beynəlxalq yarışların qalibidir. Azərbaycanın rəsmi distributorlar Araz Motorsdur. Yevrol yağlarının Azərbaycan Motorsun rəsmi tərəfdaşlarına Araz Motorsun rəsmi tərəfdaşlarına əldə edə bilərsiniz. Əlavə məlumat üçün 050 320 36 36 nömrəsi ilə əlaqə saxlaya və yaxud da sosial şəbəkələrdə Yevrol.az yazıb bizi izləyə bilərsiniz. Və onu da qeyd edim ki, iş bilən adından gedən dinləyicilərimizə xüsusi olaraq endirim olunacaq. Biz isə qonaqlarımızla davam edək. O qədər Aynur, sən sözünü kəsirəm, ahım məni tutmuşdu, öz mikrofonumu keçirməli olmuşdum. Günara xanımla davam eləyək. Üzr istəyirəm, sualımız var. Günara xanıma da elə birbaşa olaraq bizim belə deyim, daimi dinləyicilərimiz var ki, ölkə hüdudlarının kənarda yaşayırlar. Onlar efirə birbaşa qoşula bilməsələr də, amma hər zaman inşallah ki, bu dəfə də alınlar bizim bu səsimiz. Bir yoxlayaq. Hər vaxtınız xeyir, Anar bəy, dəyərli qonaqlarınızı salamlayıram. Mənim sualım belə olardı ki, uşağı necə özünə öyrəşdirmək lazımdır ki, dost münasibəti yaransın? Yəni nə mənada? Biz hamımız uşaq olmuşuq, hamımızın valideynləri olub, amma biz həmişə valideyni valideyn olaraq görmüşük. Nə qədər də bizə desələr dost kimi ol, nə bilim, sirri gəldi, dərdi gəldi, yenə də bəzən çox şeylər deməmişik. Bunu hamımız keçmişik bir yollar. Çünki istərsəməz valideyn postundadır. Bir növ böyük bir mərhələdir, böyük bir belə deyək də yüksəklikdir. Ona görə də istərsəməz valideyn deyə düşünüb həmişə belə deyək sual verməmişik və ya sirrimizi bölməmişik. Bunu biz uşaqda necə formalaşdıra bilərik? Düzdür, mənim uşağım indi balacadır, hələ 5-6 aylıqdır, hələ bir 2 il var bu məsələlərə. Amma bunu necə eləmək olar ki, biz özümüz dostumuzla rahat bölüşüb valideynimizə deyə bilməyəcəyimiz və yaxud utancaqlıq və yaxud abır-həya baxımından o cür şeyləri dostumuzla bölürük. Necə eləyək ki, uşaqlarımız bizlə həmin o dost münasibətində olsun? Bu necə mümkündür? Buyurun Günara xanım. Çox sağ olun, çox maraqlı sualdır və biz burada nəyə diqqət yetirməliyik? Düzdür, siz qeyd elədiniz ki, sizin övladınız hələ balacadır, deyəsən dediniz 5 aylıqdır. Amma buna baxmayaraq biz nəyə diqqət yetirməliyik? Kifayət qədər uşağınızla vaxt keçirməlisiniz. Düzdür, elə valideynlər var ki, deyə bilər ki, mən səhər gedirəm, axşam gəlirəm, pul qazanıram və s. Hər şey başa düşürük. Elə analar var ki, hətta uşağı bağçaya qoyub gedib işləyirlər. Bu düzgün deyil. Burada bəzi psixoloji məqamlar var. Uşaqla hər iki valideyn ünsiyyət qurmalıdır. Düzdür, atalar ola bilsin ki, az vaxt ayırır, amma baxmayaraq ki, siz işləyirsiniz, heç olmasa 6 bazar övladınızdan kifayət qədər vaxt keçirməlisiniz və sizə elə gəlməsin ki, 5 aylıq uşaqdır, heç nə başa düşmür, hələ balacadır, körpədir və s. Bax, o uşağı ki, qucağınıza alırsınız, harasa aparırsınız, oyuna danışırsınız, o emosional ünsiyyətdir. Yəni, o yaşda valideynlə uşaq arasında emosional ünsiyyət çox güclü olur. Görürsünüz, bəzi analar tutaq ki, uşağa nəsə deyir, o demək deyil ki, uşaq başa düşür, amma gülür və uşaq anaya tərəf baxır, onun səsini tanıyır və s. Çalışın elə eləyin ki, bu yaşda artıq sizin övladınız sizin səsinizi eşidərkən sevinsin və sizə tərəf baxsın və dediyim kimi
kifayət qədər oyuna vaxtınızı keçirdəsiniz və gələcəkdə bu ailədə mənə görə ciddi problemlər yaranmayacaq. Amma onu da nəzərdə saxlayın. Biz psixologiya haqqında danışanda deyirik ki, orada müxtəlif inkişaf mərhələləri var. 3 yaşında böhranlı dövr yaranır, diqqətli olmalıyıq. Uşaq məktəbə gedəndə ya da hazırlığa gedəndə 5-6 yaşında başqa bir böhranlı dövr var. Yəni uşaq artıq balaca deyil, özünü elə düşünür ki, mən balaca deyiləm, böyük kimi aparmaq istəyir. Amma valideyn üçün bilirsiniz ki, hətta 40 yaşında övlad balaca uşaqdır. Ona görə bax, diqqətli olmalıyıq. Bəzi valideynlər bu haqda məlumatları olmur. Biz də maarifləndirici seminarları təşkil edəndə qeyd edirik ki, uşaq o böhranı necə keçməlidir? Bir mərhələdən o birisi mərhələyə, o keçid dövr necə olmalıdır? Nə edək ki, uşaq əziyyət çəkmədən, o gərginliyi, nevrotik simptomları göstərmədən rahat vəziyyətdə tutaq ki, məktəbə getsin və məktəbdə də sonra ciddi problemlər yaranır. Çünki məktəb mühitinə uşaq adaptasiya oluna bilmir və burada da biz sonra təəccüblənirik ki, uşaq birdən-birə aqressiv oldu, qorxu oldu, həyəcan keçirtdi və s. Ona görə adınızı bilmirəm. Həsən bəy. Həsən bəy. Yaxşı olar ki, elə uşaq vaxtında siz uşaqla kifayət qədər vaxt keçirdəsiniz və danışasınız. Çox üzr istəyirəm. Sonra mən əsas pultda oturduğum üçün sualları mən görəm, mənə göndərdi. Mən səsləndirməsəm dinləyicilər deyir ki, Aynur yəni günahkar deyil, Anar da günahkar. Ona görə mən nə etməliyəm Aynur? Növbəti sualımız ünvanla. Bəli, növbəti sualımız belədir ki, 53-73 nömrəli dinləyicimiz yazıb. Elşən Nağızadə, buradan da Elşən müəllimi salamlayırıq. Profil şəkli ilə bilirəm ki, yaşlı birisi babadır. Uşaqların məktəbə getmə həvəsini necə artırmaq olar? Buyurun. Burada da mən mütləq bilməliyəm ki, uşağın neçə yaşı var. Çünki bir var ibtidai sinifə gedir, bir var tutaq ki, yeniyetməlik dövründə 5-ci, 6-cı sinifdə ya yuxarı sinifdə. Burada biz motivasiya mövzusuna diqqət yetirməliyik və həm ailə, həm məktəb. Məktəbdə sinifdə vəziyyət necədir? Nə dərəcədə sinifdə gərginlik var ya yox? Nəyinə bağlıdır ki, uşaq məktəbə getmək istəmir? Ola bilsin ki, dostu ilə, rəfiqəsi ilə yola getmir. Ola bilsin ki, valideynlər arasında ciddi problemlər yaransın. Uşaqla müəllim arasında problemlər yarana bilər və ona görə, yəni bu bir neçə səbəb ola bilər və ona görə biz bu məqamlara diqqət yetirməliyik. Amma yeniyetməlik dövründə bu problem yaranırsa, bu təbii haldır. Çünki burada da böhranlı dövrdür, keçid dövrdür və uşaq istər-istəməz, bu normal bir prosesdir. Uşaq istər-istəməz məktəbdən də bir balaca soyuyur, məktəbə getmək istəmir, dostları ilə vaxtını keçirmək istəyir və buna da uyğun biz həm maarifləndirici seminarlar, həm treninqlər təşkil edirik ki, motivasiyanı artırmaq üçün, özgüvən hissi yaratmaq üçün. Elə insanlar var ki, bu uşaqlar bu dövrdə özünü qiymətləndirmək biraz zəif olur. Yəni həmin problemlərlə də biz işləyirik ki, gələcəkdə yuxarı sinifdə ciddi problemlər yaranmasın. Bir daha Dirkeş parfümlə bağlı sual verir. Ona cavab veririm ki, bəli, Dirkeş parfümdən bugün biz hədiyyə təqdim edəcəyik. Qonaqlarımıza ard-arda suallar gəlir. Ən maraqlı sualı seçəcək. Bilirəm, seçim çətin olur, amma Aynuram biz bu məsələ qarışmır və öncədən sizə deyək. Əlaqə nömrəmiz 055 203 11 03-dür. Suallar çoxdur. Xahiş edirəm ki, vaxtımız az qalıb. 6-7 dəqiqəmiz var hardasa biz artırma qısa-qısa cavablandıraq. Növbəti 75-14 nömrəli dinləyicimiz yazıb ki, körpə uşağa 2-3 yaşında uşağa necə sərt davranmaq olar axı? Bu mümkün deyil. Qadağalar nə dərəcə düzgündür? Döymə yol verməz. Bəli, biz şiddətə yox deyirik, xüsusilə uşaqlara qarşı. Sadəcə valideynlər, böyüklər, ağsaqqallar deyir, uşağa sərt davranmasın. Böyüyəndə pis uşaqlara qoşulacaq, amma sərt olanda uşaq qorxaq olur, çəkinir, böyüyəndə həyatda yerini tuta bilmir. Mümkün deyil, ya uşaq özünü pis aparan olacaq, ya da yaxşı uşaq olacaq. Bunu orta bir yeri yoxdur. Axı, mən də qısa bir cavab verim ki, sual uzundur. Mən düşünürəm ki, ümumiyyətlə biz döyməklə bağlı, uşağa şiddətlə bağlı danışmadıq. Biz sadəcə dedik ki, düzgün şəkildə yox sözünü necə ona izah etmək lazımdır və yaxud da mənfi bildiklərini doğru şəkildə təqdim etmək lazımdır. Əlavəniz varsa buyurun.
Mən öz təcrübələrimdən demək Buyurun. istəyirəm ki, həmin yaşlı uşaqları, məsələn, deyir ki, necə eləyək ki, öyrədək. Mütəmadi olaraq, bir işi mütəmadi olaraq həyata keçirərkən biz onun nəticəsini görürük. Məsələn, elementar 2-3 yaşlı uşağı mağazaya yanımızda aparanda o hər hansı bir şey istəyə bilər, saqqız istəyə bilər, şokolad istəyə bilər. Zəhmət olmasa valideynlər mağazaya girməmişdən əvvəl onların seçim şansı versinlər. Sən bugün bir dənə şey seçə bilərsən, bir əşya seçə bilərsən və uşaq istər-istəməz o məhdudiyyəti eşidir. Hətta ola bilər içəridə girər, sözünə qulaq asmaz valideynin. Amma mütəmadilik bu işlərdə mütəmadi olmaq vacibdir. Yəni siz bir müddət sonra görəcəksiniz ki, uşaq mağazaya girərkən onsuz da bir dənə əşya götürdü və ikincisini götürmədi. Bu istər-istəməz biz onu yavaş-yavaş proqramlaşdıra bilərik. Bir dəfə qadağa qoymaqla və yaxud hamının yanında qışqırmaqla və s. Yəni bu həqiqətən də çox yaxşı bir şeyə gətirib çıxarmayacaq. Dediyim kimi öyrətməyimizdən, səbrimizdən uşaq bir səbir tələb eləyir. Yəni müasir uşaqlara qarşı da hədsiz səbirli olmalıyıq. Necə ki sevgini göstəririk, eləcə də o pis vərdişlərin aradan qaldırılması üçün səbirlə, təmkinlə hərəkət eləməliyik. Ümumiyyətlə mən müasir dövrdə uşaqlara da səbir arzu edirəm. Eyni zamanda ən çox da valideynlərə səbir arzu edirəm. Valla mən düşünürəm ki, valideynlərimizə şükür edirəm ki, mən bu cür tərbiyəli, yəni bir övlad sevən valideynlər var. Amma mən necə bir valideyn olacağım? Mən də uşaqları çox sevirəm, qardaşımın uşaqlarını filan, onlara nəfəs alıram. Amma indiki uşaqların həqiqətən biz də danışdıq, mümkün deyil. Yəni onları yox sözü demək. Bizim dövr indi əla olub. Yəni Aynur da indi siz görürsünüz telefonla danışır, 2 dəqiqədən bir reklam fasiləsini gözləyir. Bir övladı var, bəylər də buradan salamlayırıq. Yəni bəylərlə hər gün mütəmadi insan nə qədər maraqlar. Amma Aynur sən xaç bu gün çox danışmısan, imkan ver bizim dinləyicilərimiz. Buyurun, növbəti sualımız. Əsas bəylərə salam göndərdin, növbəti sual. Bəs 5-6 ay, 5 və yaxud da 6 aylıq dil bilməyən, danışmayan uşaq valideynin mübahisələrindən zədələnə bilərmi? Təsir görə bilirmi? Mübahisələr gizlində həll etmək lazımdır. Biz bunun öncə dedim ki, əlbəttə ki, uşaqların yanında mümkün deyil danışmaq. Buyurun Günar xanım, Allah bənzər. Ondan öncə belə bir sual verilmişdi və mən qeyd elədim ki, uşaq ola bilsin ki, sözləri başa düşməsin, amma emosional. Hətta ola bilsin ki, mimikanı da görmür və anlamır. Amma o enerjini hiss edir. Həm emosional o negativ enerjini biz ötürürük. Həm də istər-istəməz o uşağa istər-istəməz iki insan arasında münaqişə yaranırsa, uşağa kifayət qədər diqqət göstərilmir ya da onu tutaq ki, öz yerinə qoyanda, yatızdıranda istər-istəməz o mənfi enerji ana vasitəsilə ötürülür. Ona görə biz diqqətli olmalıyıq. Və bir mövzuya da toxunmaq istərdim. Bugünkü gündə emosional zəka biz deyirik, emosional intellekt. Bax, uşaq vaxtında onu formalaşdırmaq lazımdır. Çünki bəzi uşaqlar həm emosiyaları tanımırlar və ötürə bilmirlər və gələcəkdə empatiya da qura bilmirlər. Yəni özünü başqasının yerinə qoya bilmirlər. Bu da uşaq vaxtından formalaşmalıdır. Günara xanım, son olaraq analara nə məsləhət görürsünüz? Analar məktəbinə gələn valideynlərə, analara nə məsləhət görürsünüz? Yəni biz, yəni analar məktəb, biz deyə mən yox, təbii ki, xanımlar, bəli, atalar da gəlir, müraciət edirlər. Son olaraq bir də analar məktəbi nömrəsini təkrarlayım, 010 364 91 73. Buyurun Günara xanım. Sonra Xəyala xanımın fikrini alacağıq. Analara səbir, təmkinli olsunlar və bizdən nə asılıdırsa biz hər zaman onlara dəstək olmağa hazırıq. Çox sağ olun, təşəkkür edirəm. Buyurun Xəyala xanım. Mənə çox xoş oldu bugün sizinlə söhbət. Çox şən, çox pozitiv enerji verirsiniz bizə və mən məsləhət görərdim ki, analar məktəbini seçən valideynlərimiz orada deməli müxtəlif, yəni müxtəlif istiqamətlərdə olan təlimlərdən istifadə edəcəklər, maarifləndirici məsələlərdən istifadə edə biləcəklər və reallaşdıra biləcəklər. Bayaq unutdum, deyə bilmədim. Uşaqların hal-hazırki ən
ən böyük problemlərindən biri nitq inkişafı ilə bağlı olan problemlərdir. Və bizim Analar Məktəbində çox yaxşı bir mütəxəssisimiz var, Lalə xanım. Məhz uşaqların nitq inkişafı ilə bağlı olan problemləri, loqopedik, defektoloji problemləri həll edə biləcək professional bir insandır və o da bizim komandada iştirak edir. Onun da xüsusi təlimləri var bu sahədə və mən deyərdim ki, hüquqi, maliyyə, deməli, psixoloji, tərbiyəvi istiqamətlərlə dəstəklənməklə yanaşı, bu istiqamət də bizim valideynlərimizi maraqlandıran məsələlərdən biridir. Həm analar maariflənir, həm də övladlarına xeyir tapırlar. Buyurun Anar, son olaraq sualımızı seçək. Bəli, qalibimizi seçək. Buyurun mütəxəssislərimiz. Siz bizə baxırıq, biz sizə baxırıq. Bax, gözəl suallar verir, aktiv oldular bizim dinləyicilərimiz. Həm maarifləndilər, həm də oyunda iştirak etdilər. Və Dirkəş parfümdən bugün hansı dinləyicimiz qalib olacaq? Buyurun. Mənim çox xoşuma gəldi. 5 aylıq atanın 5 aylıq Həsən adı nə oldu? Səsli SMS göndərmişdi. Elşən bəy idi deyəsən, səhv eləmirəm. Həsən bəy. Siz bilmək olmaz, biz də qərar verəcəyik ona görə. Mən də razıyam Gülnarə xanımdan. Niyə görə? Mən sadəcə səbəbini. O demək deyil ki, sual çox maraqlıdır. Mənə o xoş gəldi ki, bu aylıq, yəni 5 aylıq uşağın atası indidən hər şeylə maraqlanır. Mən də valideyn olaraq Həsən bəyin tərəfindəyəm. Mən nə edib ki, övladım üçün dost olum. Mən də Həsən bəyə səsim verirəm. Azlıq çoxluğa tabedir. Yazıq kişilər bugün də efirə təkləndilər, ev yox. Təşəkkür, amma əsas odur ki, qalib. Mükafatlandırdıq da. Təşəkkür edirik. Bəy mükafatlanır. Təşəkkür edirik Gülnarə xanımıza, Xəyalə xanım sizə. Aynur sənə təşəkkür edirəm və əziz var olasınız. Deməli biz Aynur bugün sonuncu efir günümüz idi. Vaxtımız da az qalıb artıq. Bir də biz neçə gündən sonra növbəti həftə görüşəcəyik. Növbəti həftə yox, aprel ayında görüşəcəyik biz hətta. Bayram günləri. Oy, bayramınız mübarək olsun. Sizə Novruzda xoş günlər arzu edirəm. Qəşəng yeyin, için istirahət edin. Diyetə fikirləşməyin. Yiyin şəkər, bura patlavadan. Yo, uşaqlar. Onu diyetlə bərabər saxlayır aprel ayında. Təşəkkür edirik sizə və oruç tutanların da Allah orucunu qəbul etsin. İnşallah Ramazan bayramı olacaq qarşılanır. Səni təbrik edirəm. Sağ olun, aprel ayında görüşmək ümidi ilə.